Qardabani Bələdiyyəsinin Kosalı kəndindəki Kosalı Şadlıq Sarayında iftar süfrəsi təşkil edilib. Şadlıq Sarayının rəhbərliyi tərəfindən açılan iftar mərasimində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, din xadimləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Ümumilikdə 1000 nəfərin qatıldığı tədbirdə çıxış edənlər iftar mərasiminin həmrəyliyi nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək baxımından önəmini vurğulayıblar. Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb, bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini qeyd ediblər. Hər il olduğu kimi yenə də bir il Zakir əminin və onun təşkilatçılığı ilə, buradakı rəhbərliyi ilə yenə bir iftar süfrəsində bərabər olduq. Bu birlik, bərabərlik günündə bu günü bizə yaşadan, bu sevinci bizə yaşadanlara minnətdarlığımızı bildiririk. Başda Zakir əmi olmaqla onun ətrafında olanlara çox sağ olun deyirik, təşəkkür edirik. Gələn hər bir kəsə də minnətdarlığımızı bildiririk. Sağ olsunlar, var olsunlar. Hər il bu iş davam edir. İndən belə də axarınla davam eləyəcək. Allah bu yolda bu davamlı olmasını nəsib eləsin və buna güc-qüvvət nəsib eləsin ki, davamlı olaraq bu işlər təşkil olunsun. İftar süfrəsi Kosalı Şadlıq Sarayında ənənə halını alıbdır. Deməli, hər il burada iftar süfrəsi açılır. Biz də öz istəyimizlə deyirik ki, ya Rəbbim, bu iftar süfrəsini qəbul elə, bu iftar verənlərə, iftar sahiblərinə çox təşəkkür edirik. Zakir qardaşımıza, Müşfiq qardaşımıza təşəkkür edirik idarəmizin adından, cəmaatımızın adından. Bunun ənənə olaraq bu davamlı olmağı daha gözəldir, daha yaxşıdır. Mən də bu günü Kosalı kəndinə təşkil olunmuş iftar süfrəsindən dolayı təşkilatçılara təşəkkürümü bildirirəm. Bu Ramazanın ən əhəmiyyətli atributlarındandır ki, iftar süfrələri. Yəni bu bizim birliyimizi, bərabərliyimizi göstərən gözəl bir adətdir, ənənədir. Onu da vurğulayım ki, bu iftar süfrəsi xüsusilə Kosalı Şadlıq Sarayında təşkil olunan iftar süfrəsi hər il ənənəvi şəkildə təşkil olunmaqdadır. Burada da 1000 nəfərin üzərində insanları, oruçluları qonaq etməkdədirlər. Bu da gözəl bir adət halına gəlmişdir. Məlumat üçün onu da bildirək ki, Kosalı Şadlıq Sarayının rəhbərliyi artıq bir neçə ildir ki, Ramazan ayında 1000 nəfərlik iftar süfrələri təşkil edir.